Motor alaliya burada biraz yüngül formadır. Yəni onun danışma ehtimalı daha yüksək göstəricidir. Bəs nitq problemlərini ana bətnində hansı bir testlər edərək və yaxud da ki, genetik bir test verərək bunu aydınlatmaq olarmı? Və yaxud alaliya genetik faktor ola bilirmi? Nitq olmayan uşaqda ilk öncə psixi inkişaf ləngiyir. Psixi inkişafı ləngiyən uşaq avtomatik olaraq yaşıdlarından fərqli görsənir. Hər göz kontaktı olmayan, nitqi olmayan uşaq avtizm spektri demək deyil. Valideynlər düşünməli ki, bu mənim həyatımdır, mənim uşağımdır və mən ən azından yoxlanışdan keçməliyəm. Salamlayıram hər birinizi. Hər dəfə nitq problemləri barəsində danışırıq. Bugün həmkarım Bikə xanımdır. Çox xoş oldu sizi görməyə, xoş gəlmisiniz. Xoş oldu. Biz Bikə xanımla alaliyanı müzakirə edəcəyik. Bikə xanım, alaliya nədir? Alaliya beyində olan nitq mərkəzinin zədələnməsi nəticəsində yaranan nitq problemidir. Ağır nitq qüsurlarından biridir. Alaliyanın bir neçə növü var. Həm sensor alaliya və motor alaliya. Sensor alaliya nə deməkdir? Biraz o mövzuları valideynlər üçün aça bilərikmi? Sensor alaliya motor alaliyadan biraz fərqlənir. Motor alaliya daha yüngül formadır, nisbətən yüngüldür. Motor alaliyalı uşaqlar hər şeyi başa düşürlər, qarşısındakı insanın nitqini anlayırlar, ancaq danışmaqda problem çəkirlər, yəni danışa bilmirlər. Səbəb nədəndir bəs Bikə xanım? Yenə də dediyim kimi mərkəzi sinir sistemində beyində nitq mərkəzinin zədələnməsi nəticəsində bu müxtəlif hallarda ola bilər. Ola bilər ki, doğum zamanı olur, ola bilər ana bətnində olur, ola bilər doğumdan sonra hansısa bir infeksiyalar nəticəsində və yaxud da hər hansısa bir travma nəticəsində nitq mərkəzi beyində zədələnir və alaliya yaranır. Motor alaliya burada biraz yüngül formadır. Yəni onun danışma ehtimalı daha yüksək göstəricidir. Amma o danışanın nitqini anlayır, amma danışa bilmir. Sensor alaliya isə burada biraz çətindir, çünki o heç danışanın nitqini anlamır. Anlasa da çox cüzi bir faizlə anlayır, amma yenə də danışa bilmir və sensor alaliyalı uşaqlar danışan zaman çox zaman onlarda hər hansısa bir sözdə səsi yeyirlər və yaxud da hər hansısa səs artırırlar. Exalaliya çox olur onlarda və sensor alaliyalı uşaqlar daha çox onlarda danışma ehtimalı çox zəifdir. Olsa belə anlaşılmazdır, yəni. Buradan belə anlayıram ki, bizdə bir neçə dəfə siz də olmusunuz verilişlərdə, digər loqopedlər də dəvət etmişik. Nitq beyinlə əlaqəli bir problemdir. Yəni əgər beyində hər hansı bir problem varsa, bu mütləq nitqə təsir göstərəcək. Beynimizdə nitq mərkəzimiz var. Məsələn, alaliyada Broka və Wernicke mərkəzi var və onların zədələnməsi nəticəsində bu sensor və motor alaliyalar yaranır, problemlər. Bəs nitq problemlərini ana bətnində hansı bir testlər edərək və yaxud da ki, genetik bir test verərək bunu aydınlatmaq olarmı? Və yaxud alaliya genetik faktor ola bilirmi? Alaliya genetik faktor deyil, yəni o zədələnmə, mütləqdir ki, zədələnmə olur ki, alaliya yaranır və təəssüflər olsun ki, nitqin olub-olmaması, hər hansısa bir nitq pozuntusunun testlə mümkün deyil, yəni aşkarlanması. Ümumiyyətlə, alaliya zəka problemidirmi? Yəni zəka ilə əlaqəli bir şeydir, yoxsa alaliya tam başqa bir məfhumdur? Əslində, zəka geriliyi ilə hər hansısa bir əlaqəsi yoxdur. Çünki alaliya tam fərqli bir sahədədir. Belə deyim Bikə xanım, niyə görə mən zəka geriliyi dedim? Normalda nitq ləngiyirsə, nitqlə əlaqədar olaraq uşaqlarda inkişaf ləngimələri olur. Çünki hər yaş dövrünün özünün xüsusiyyətləri var. Yəni 0-1 aralıq uşağın standartları var, 1-2 yaş aralığı, 3-4 yaşda. Əgər nitq yoxdursa, faktiki bunlar yoxdur. Nitqi olmayan uşaqda əsəbilik var. Bəli, əqli gerilik var, psixi inkişaf ləngiməsi var. Daha doğrusu nitqi olmayan uşaq ilk öncə nitq bizim psixi inkişafımızla vəhdət təşkil edir. Bəli, vəhdət təşkil edir. Kiçik motorikada nitqdir və psixi inkişafda bunlar bir-biri ilə vəhdət təşkil edir. Biri olmadıqda digərini geri salır və nitq burada əsas mərkəzdə yerləşir. Nitq olmayan uşaqda ilk öncə psixi inkişafləngiyir. Psixi inkişafıləngiyən uşaq avtomatik olaraq yaşıdlarından fərqli görsənir və bu fərqlilik onu digər yəni yaşlardan fərqləndirir. Sosial emosional inkişafı da düşünürəm o uşaqlarda.
onlar da aşağı səviyyədə Onlar olur. ünsiyyətə girmək istəmirlər, özlərinə qapanıq olurlar, özgüvənləri əksik olur və bu beləliklə onlar kənara çəkilmiş olurlar. Alaliya olan şəxs bəzən alaliyanı autizmla səhv sala bilər. Hər alaliyalı uşaq autizm spektrlidirmi və yaxud autizm spektru olan uşaqda alaliyanın olmağı labüddürmü? Bəli, autizmdə alaliyanın əlamətlərini görmək olur. Yəni nitqi olmur. Yəni onda da hansısa bir zədələnmələr olur və alaliya əslində yəni nitqin olmamasıdır. Nitqin pozulmuş halıdır. Yəni hal-hazırda alaliya diaqnozu qoyulmur. Bu yəni bizə nitq geriliyi ətrafında, yəni onun ətrafında fırlanır. Yəni həmin uşaqlara nitq geriliyi diaqnozu qoyulur. Sadəcə olaraq o geriliyin necə olmağı, yəni ağırdımı, yüngüldürmü, hansı problemlərlə, hansı mərkəz zədələnib beyində, yəni bunları önə tutaraq diaqnoz qoyulur və onun əsasında da bir bəli, baxın, hər alaliya uşaq autizm spektri demək deyil də. Yəni olur uşaqlar ki, məsələn, autizm spektrdə zaten də nitqi inkişaf edir. Çünki autizm spektrinin özünün öz əlamətləri var. Fırlanan əşyalara maraq, ünsiyyətdən kənarda olmaq, nitqin olmamağı bəli bura aiddir, amma onlarda göz kontaktının zəif olması, adına reaksiyanın zəif olması, işarə barmağının olmaması, bu tip əlamətlər toplananda bunların 5-i olmalıdır ki, biz ona autizm spektr pozuntusu deyək. Və 0-3 yaşına qədər biz autizm spektr pozuntusu, yəni örpəyi altında uşaqların bu problemlər olanda gedir, yəni deyirik. 3 yaşından sonra artıq 5 yaşına qədər nitq olmasa, artıq autizm qeyd olunur. Ümumiyyətlə, autizm elə bir diaqnozdur ki, biz onu qoya bilmərik. Yəni, autizm spektrini psixiatrlar tədqiq və uzun, böyük bir yol keçir. Bəzən mərkəzə bizə gəlir uşaqlar bağçaya. Bir gün bağçaya gedir, uşağa autizm sindromu qoyulur. Hər göz kontaktı olmayan, nitqi olmayan uşaq autizm spektri demək deyil. Olur ki, illərlə təcrübə göstərir ki, autizm spektrindən uşaqlar müalicə alıblar. Sonda ortaya çıxıb ki, xaricdən bir mütəxəssis gəlib, demə uşaqda autizm spektr deyil, sadəcə beynin hansı kürəsinin zədələnməsidir. Böyük bir tədqiqat aparılmalıdır bu diaqnozu qoymaq üçün. Həm də alaliyalı uşaqlara autizm diaqnozu qoyulan çox görmüşük. Yəni bunu qarışdırırlar çox vaxt və dediyim kimi mütləq o bir neçə səbəb olmalıdır ki, bir yerdə, yəni bir uşaqda cəmlənməlidir ki, biz onu düşünək ki, bu autizm spektr pozuntusudur. Bəs nə zaman alaliya diaqnozunu uşağa qoya bilərik? Biz nə zaman şübhələnə bilərik ki, bizim övladımızda alaliya var? Baxın, bir məqama toxunmaq istərdim ki, pandemiyadan sonraki dövrlərdə biz bilirik ki, keçən dəfə də sizinlə qeyd etmişdik, çıxışlarda 1 yaşlı uşağın nitqinin standartları var, 2 yaşlı standartları var. Ortalama bir 3 il, 4 ildir biz müqayisə edirik ki, artıq 3 yaşına nitqləngiməsi deyilmir. Sanki bir toplumda adiləşmə var. Amma 3 yaşında uşağın nitqinin olmamağı həqiqətən də böyük bir gerilikdir. Çünki 3 yaşına qədər bilmək olduqlarını artıq bu uşaq bilmədi. İnkişaf ləngiməsi gəlir. Bilmir, bilməli olduqlarını, yaşıdlarından geri qalır, ünsiyyətdən kənarda qalır. Yəni özgüvən əksikliyi yenə qeyd edirəm, mütləq şəkildə olur həmin uşaqlarda və onlar bir şəxsiyyət kimi formalaşacağı 3 yaşlı dövründə o artıq yaşıdlarından itirir. Bəli, o dövrü itirir. Bəs alaliya diaqnozunu nə vaxt qoya bilərik uşaqlara? Yəni bizim övladımız var və yaxud bağçaya bizə uşaq gəlir. Biz valideynə nə zaman deyə bilərik ki, siz loqopeda, psixoloqa, psixiatra müraciət edin ki, ümumiyyətlə alaliyanı loqopedlər mi təyin edir, yoxsa psixiatrlar? Yox, psixiatrlar təyin edilir. Çünki burada artıq beyin travmasından söhbət gedir. O travmanın və zədənin hansı mərkəzdə olduğunu aşkarlanır və o zaman bilinir ki, həmin uşaqda zədə alınıb və nitq mərkəzi zədələnib. Bununla da nitqi yoxdur və ondan sonra araşdırılır ki, bu hansı növüdür alaliyanın və bunu da necə bilmək olar? Yəni uşaq danışanın nitqini anlayırmı, anlamırmı? Anlamırsa artıq yəni sensor alaliyadır. Yox, əgər anlayırsa motor alaliyadır. Anlayıb danışa bilmirsə və alaliyalı uşaqlar 4-5 yaşına qədər onlarda nitqin olmaması adi bir haldır. Çünki o qədər gerilikdir ki, yəni bu 4-5 yaşına qədər çox uzun bir yoldur ki, onların nitqi olmur.
bu reabilitasiya olsa belə çətin irəliləyir, yəni bu proses. Belə deyim də, prosesdə uşaqlar belə deyim, müalicəyə çətin yatırlar. Çətin yatır, Konkret bəli. bir yaşı varmı? Yoxsa hər uşaqda fərqlidir zədələnmə? Fərqlidir. Zədələnmə nə zaman oldusa, ondan etibarən geriləmə gedir və bu geriləmə nitqlə olduğuna görə bütün onun ətrafında olan sferalara təsir eləyir. Psixi inkişafına da, yəni onun sensomotor inkişafına da. Buna görə Alaliyanın reabilitasiyasında sensomotor inkişafa daha çox yönəlirik. Yəni nitqdən öncə etməli olduğumuz işlər var. Yəni nitqə gələnə qədər olan dövr var. Sensomotor inkişaf, onun psixi inkişafı, anlama, qavrama, dərk etmə, təfəkkür, bunların hər birini inkişaf elətdirilməlidir ki, uşağı nitqə hazırlasınlar. Yəni anlamayan uşağa öyrədək ki, nə isə onu yəni boşa getmiş yoldur da, yəni deyim, zaman itkisidir. Olurmu məsələn alaliyalı uşaqdır, bütün dedikləriniz psixiatrdır, logopeddir, psixoloqdur, bütün yəni o hansı sferanı zədələyibsə, bütün sferada o tədrisi tam proqramı götürür, lakin sonda nitqin nəticəsi olmur. Yəni nitq inkişaf etmir. Sensor alaliyalı uşaqlarda nitqlərinin inkişaf etməməsi dediyiniz kimi bütün reabilitasiyaların hər birinin vaxtında olmasına baxmayaraq görünən haldır ki, məsələn uzun bir yol gəlirlər və nitq inkişaf etmir. Çox tək sözlər olur, yəni hər hansı bir səsləri çıxara bilirlər. Bu görünən haldır. Motor alaliyada bu proseslər hamısı yerinə yetiriləndə inkişaf görünür, yəni. Motor alaliya daha çox ümidvericidir nitqin olması, nəinki sensor alaliya. Alaliyanı uşaqda tapdı. Yəni diaqnoz alaliya olaraq qoyuldu. 3 yaşında mı, 4 yaşında mı? Bizdə problemlərin kökündə nə dayanır? Atası da belə idi, nənəsi də olub, xalasında da olub. Nitq ümumiyyətlə çox böyük bir problemdir. Sadəcə göz ardı baxırıq bu problema. Əslində həqiqətən də altında böyük məfhumlar gizlənir, hansı ki biz onun dərinliyinə belə varmırıq. Keçəcək deyirlər. Amma alaliya diaqnozu hansı dövrdən sonra ümumiyyətlə müalicəyə yatmır? Gecikən hər bir il, belə deyim də, uşaqlardan gedir. Onların itkisidir. Nə qədər erkən diaqnoz qoyulsa, nə qədər erkən müdaxilə olunsa, bir o qədər uşaqlar üçün yəni gedilən yoldur. Onların inkişafına daha çox dəstək olmaq olar. Mən burada bir şey də qeyd eləmək istəyirəm. Bəzən olur ki, çox təəssüflər olsun ki, mən hal-hazırda çox rastlaşıram, çox valideynlər bunu mənə deyirlər. Hansısa həkimlər, nefroloqlar özləri öz eqolarını tətmin etmək xətrinə uşaqları, valideynləri reabilitasiyadan kənarlaşdırırlar ki, ancaq dərman müalicəsindən düzələcək, getməyin. Bu, yəni bəzi var ki, hətta mən eşitmişəm ki, baxın, Amerikadan insanlar zaten problemli uşaqların valideynləri bir ümid yeri axtarır. Və mən buradan səslənmək istəyirəm həmin mərkəzlərə ki, o insanların hissləri ilə heç oynamaq olmaz. Çünki həssas olur o cür valideynlər. Hətta Amerikadan 500 manat, 1000 manat dəyərində dərmanlar ki, hansı ki, biz sizin uşaq bu dərmanı içəcək, sizin uşağınızın nitqi, amma heç bir nitq problemi, heç bir autizm spektri dərmanla müalicə olunacaq səviyyədə deyil. Siz təsəvvür edin ki, belə bir dərman olsaydı, dünya artıq bunu istifadə edərdi və reabilitasiya heç bir mənası olmazdı. Və təsəvvür edin, elə uşaqlar gəlir ki, 4 yaşı var, 5 yaşı var, bizi həkim icazə verməyib reabilitasiyaya getməyə. Ona görə yəni bu dərəcədə, bu səviyyədə nitqimiz yoxdur, gəlməmişik. Yəni valideynlər də burada düşünməlidir ki, insan, yəni həmin insan özünü həmin valideyn yerinə qoysun və düşünsün ki, mənim övladım olsaydı mən nə edərdim və valideynlər düşünməli ki, bu mənim həyatımdır, mənim uşağımdır və mən ən azından yoxlanışdan keçməliyəm. Ən azından öz uşağımı psixoloqa, logopedə, yəni digər həkimlərə də, digər insanlara da göstərim. Bəlkə bir çıxış yolu olar deyə. Çünki oturub gözləmək heç bir zaman həll yolu deyil. Bir də alaliya olan uşaqda ixalaliya ola bilərmi? Bəli, alaliyalarda ixalaliyanın görünməsi çox rastlanan haldır. Əsasən də sensor alaliyalarda ixalaliya görünür. Əgər onlarda hansısa bir nitq görünürsə, hansısa bir nitq görünürsə, bu zaman səslərin təkrarlanmasıdır, sözlərin təkrarlanmasıdır, onlarda görünür və həmçinin onlarda əgər sensor alaliyalı uşaqlarda nitq yaranmağa başlayıbsa, bu zaman onların nitqi, yəni məsələn, anlaşılmaz şəkildə olur. Məsələn,
orada evə getdi, məsələn, bu şəkildə, Ardıcıllıq yəni ardıcıllıq görünmür, kənardan insanlar tərəfindən anlaşılan olmur. Bəzən məsələn bağçada biz çox buna şahid oluruq və həqiqətən də səslənmək istəyirəm ki, istəyir psixoloqlara, istəyir loqopedlara, uşaqların inkişafında ləngimə var, uşağın hansısa bir psixoloji problemi var, uşağa bağça lazımdır. Uşağa bağça lazımdır, bəli. Amma davranışlar qaydasına qoyulursa, nitqin problemləri kökündən həll olunursa, bağça uşağı bir yardımcıdır. Amma siz valideyn olaraq və yaxud psixoloq olaraq əlinizdən gələn hər hansı bir, yəni bir mərkəzi bir o hansı problemlər var, onu həll etmirsinizsə, bağça heç bir uşağın inkişaf etməyən nitqini inkişaf etdirmir. Bəli. Heç bir alaliyalı uşağın sabahları danışacaq sözünü vermir. Çünki bağçada çalışan mütəxəssislər nə defektoloq deyirlər, nə psixiatrdırlar, nə pedaqoq. Onlar sadəcə pedaqoqdurlar. Bəli. Və sizin bağçalara göndərdiyiniz, həmin psixoloqların, loqopedlərin bağçalara göndərdiyi uşaqlar travmadan başqa heç nə almır. Çünki bir çox kütlə uşağın içinə keçir, öz yaşıdları danışır və bu uşaq danışmır. Çıxış yolu deyil bağçaya göndər. Bağçaya göndərin, nitqi açılacaq. Heç bir bağça uşağın nitqini açmır. Bəli, siz loqopeddən dəstək alırsınızsa, psixoloqdan dəstək alırsınızsa, bağça ilə əməkdaşlıq edərək hər hansı bir nəticələri əldə edə bilərik. Amma təklikdə bağça gücü yoxdur onu etmək. Çünki orada çalışan defektoloq deyil. Və ələxüsusda bir problem əgər beyinlə əlaqəlidirsə, burada hər hansı bir iki uşaq bir-biri ilə danışacaq, bu uşağın nitqi inkişaf eləyəcək. Belə bir dünya yoxdur deyək ki. Ona görə valideynləri və o valideynlər çox həssas olurlar da. Bəzən onlara o qədər böyük ümidlər verilir. İstərdim ki, o ümidlər belə verilməsin. Çünki onlar kiçik ümidlərdən belə o qədər xoşbəxt olurlar ki, biz onların ümid dünyalarını ən azından yıxmayaq və dəfələrlə işlədiyim iş təcrübəsi dönəmində o qədər insanlar gəlib ki, müəllimə bilirsiniz nə qədər pul yəni xərclənib bu uşaq və o pul çox boşuna xərclənib. Düzgün xərclənsəydi və yaxud valideynə bildirilsəydi ki, səndə motor alaliyadır və bu alaliya yəni ola bilər var, danışacaq. Amma heç biri belə deyim də terapiyanı 100% nəticə vermək olmur. Çünki bəzən o qədər böyük danışılır. Çox üzr istəyirəm. Adi nitq problemlərində belə hər hansı heç kim deyə bilməz ki, %100 danışacaq. Məsələn, uşaq 3 yaşı var, nitq geriliyidir sadəcə olaraq. Sən onu deyə bilmərsən ki, bu %100 danışacaq və ya da elə insanlar var ki, 5 aya, 3 aya danışdıracaq. Belə bir şey yoxdur. Hər uşaq individualdır və hər uşağın problemi özünə xasdır, özünə məxsusdur. Yəni, o uşaqda o danışmamanın səbəbi bunda başqadır, digərində başqaydı. Məsələn, məndən soruşurlar ki, deyirsiniz ki, məsələn, hansısa bir videoda qeyd eləmişəmsə ki, 2 aya nəticə əldə eləmişik. Filan kəs danışıb, mənim də uşağım danışır. Deyirəm, xeyr, mən ona qarantiya verə bilmərəm. Çünki o uşağın nitq probleminin səbəbi bu idi. Sizin uşaqdakı başqadır. Yəni, sizin uşağınızın öz xüsusiyyətləri var, öz təlimə meyliliyi və yaxud da meyilli olmamağı var. Yəni, o uşaq digər üsullarla danışdı, amma sizin uşağınıza bəlkə həmin üsullar keçməyəcək. Bir də uşağın o terapiyaya önəm verməsi, ona geri cavab verməsi çox önəmlidir. Bir də alaliya olan uşaqlarda disleksiya, disqrafiya, dislaliya ola bilərmi? Yoxsa olar ki, olmasın? Yəni labüddürmü, əgər bir uşaqda alaliya varsa, disleksiyadır, disqrafiya bunlardan hər hansı birisi olsun? Yəni, disleksiya olması üçün onun məktəbə qədər, dövrə qədər gəlib danışması lazımdır ki, biz bilək onda disleksiya var, yoxdur. Yəni, gəlib danışsa, çox güman ki, olur. Yəni, bu gözlənilən bir haldır. Və yaxud da dislaliyanın olması, səs pozuntusunun olması, belə deyim, səs pozuntuları olur. Məsələn, adi nitq geriliyi olan uşaqlarda belə 3 yaşa qədər danışdırmışıq, 5 yaş məktəb dövründə artıq yenidən gəliblər ki, uşaqlarda səslərində dislaliya var. Bəli, dislaliya var. Səs düzgün olmayan səslər var. Biz onları artıq korreksiyaya keçmişik. Niyə görə biz məsələn 3 yaş dövründə valideynlər soruşa bilər ki, niyə məhz 3 yaş dövründə bunun məşğul olmadınız? Çünki 5 yaşa qədər səslər yerinə oturur. 5 yaşa qədər biz onu uşaqlara deyə bilmərik. Artıq 5 yaşdan sonra bütün səslər oturur. Hansı səslər ki, yoxdur, məsələn, ya yaxud da ki, pozuntulu şəkildədir. Artıq 5 yaşdan sonra məşğul oluruq. Bəzən olur ki, valideynlər hər hansısa bir yerə müraciət edirlər. 4 yaş var uşağımın, r deyə bilmir. Uşağınla məşğul olmaq? Yox, elə bir şey yoxdur. Olmaz onunla məşğul olmaq. Çünki o uşağın 5 yaşa qədər, 6 yaşa qədər artıq səsinin bərpa olmaq öz-özündən ehtimalı var, bəli.
Təşəkkür edirəm Viki xanım. Sonluq olaraq valideynlərə bir loqoped olaraq səslənmək istədiyiniz bir sual, bir soru, necə səslənmək istərdiniz sonluq olaraq? Valideynlərə sadəcə onu demək istəyirəm ki, yəni ümidsizliyə qapılmasınlar. Erkən nə qədər ki, erkən bu işin üzərinə düşəcəklər, övladlarından məşğul olacaqlar və nə qədər ki, mərkəzlərdə təkcə deyil, evdə də özləri də uşaqları ilə məşğul olacaqlar. Mən onu qarantiya verə bilərəm ki, onlar mütləq şəkildə uğur qazanacaqlar. Yəni işi təkcə mütəxəssisin üzərinə yıxmadan, paralel şəkildə özləri də öz əmək sərf edərək və bezmədən, usanmadan, bilirəm çox çətin yoldur. Nitq və yaxud da hər hansısa bir əqli geriliyi uşaqlarda çox çətin prosesdir. Yəni həm mənəvi cəhətdən, həm maddi cəhətdən valideynlər yəni öz övladlarından görürlər, gözlərinin qarşısında çöküş yaşaya bilirlər. Yəni çox olur ki, biz valideynlərlə psixoloji söhbətlər aparırıq. Yəni bezmədən, usanmadan bunu davam etdirsinlər və mütləq sonda yəni o işığı görəcəklər, o nitq açılacaq. Yəni özləri də mübarizə aparsınlar. Təşəkkür edirəm fikirlərinizə görə. Mən də burdan valideynlərə səslənib onu qeyd etmək istərdim ki, həqiqətən də hər bir ananın övladları ilə bağlı bir arzuları olur, istəkləri olur. Bəzən olur autizm spektrli, nitq ləngimələri və sanki o insanların dünyaları yıxılır. İlk öncə duyğusal olaraq özlərini, çünki onlar övladlarına lazımdılar və hər hansı bir problem dünyanın axırı demək deyil, son demək deyil. Həmişə çıxış yolu var. Ən axırıncı deyir, ümid ölür. Ümidlərini heç vaxt Allahdan kəsməsinlər. Sadəcə mübarizə aparsınlar. Zaman sadəcə hər şeyi öz yoluna qoyacaq. Hər kəsə uğurlar arzulayıram. Çox sağ olun gəldiyiniz üçün.